Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim, məni sevənlər, sevməyənlər də. Neçə gündür baxıram, həqiqətən özüm də belə utanıram. Nə qədər yəni həmkarlarımız, nə qədər xalq artistimiz, əməkdar artistimiz, yəni adlarını çəkmirəm vallahi. Özüm də utanıram. Yəni bu qədərmi böyük, gözünüzdə böyümüşəm. Başım sal başaq öz işimdə, öz gücümdəyəm. Öz sənətimdə, toylarımda, işimlə, gücümlə məşğulam. Axı sizə mənim nəsə bir zərərim varmı? Efirdə nə danışmışam, nə demişəm? Əvvəla mən hər zaman öz mədəniyyətimi, öz insanlığımı qoruyuram, efirdə danışığımı bilirəm. Yəni bu qədər bunu bu cür danışıb böyütməyin nə yeri var ki? Şəbnəm Zilxandır, Bəmxandır. Sözüm İlahiyə deyil, bir başqalarınadır. İlahə ilə toyda görüşdük, öpüşdük. İlahə dedi ki, mənim sözüm sənə deyildi. Sadəcə mənim şəkilimi oraya yapışdırmaqla özünüzə puan qazanırsınız. Amma yəni mən başqalarına da deyirəm, İlahə xanıma da deyirəm. Bəli, mən Zilxan oxuyana bilirəm hardan da oxuyuram. Mənə sənətkarlar dəyər verib. Bəstirində bu belə dedi, o elə dedi. Yəni Allaha and olsun aça bilmirəm Instagramı, TikToku. Yəni burada bu ölkədə müğənni 3-4 nəfərdən başqa müğənni yoxdurmu? Məncə özünüzdən danışın, öz yeni işlərinizdən danışın. Bax biz necə kliplər çəkdiririk, yeni mahnılar alırıq, nələrsə çalışırıq eləməyə, bax yollardayıq, ora, bura tələbat var. Məncə siz də öz üzərinizdə çalışın. Bu danışanlardan gedir söhbət. Öz üzərinizdə çalışın ki, başınız öz işinizə qarışsın, bizim adımızı çəkməyin. Yəni şəxsən mənim adımı çəkməyin. Şəbnəm belə elədi, Şəbnəm belə elədi. Şəbnəmi Allah ucaldır. Nəysə, Allah ömür versin hər birinizə. Sənətçiyə sənətçi deyərlər, sənətkara da sənətkar deyərlər. Sağ olun.